Demək inşallah burada ümumiyyətlə biz bilirdik ki, hansı dördbucaqlılar üçün, demişdik ki, paralleloqramlar üçün belə bir xassiyyət var ki, onların diagonallarının, yəni D1'in kvadratı üstə gəlsin, D2'nin kvadratı bərabərdir, 2 vurulsun, A kvadratı üstə gəlsin, B kvadratı. Düzdür? Düsturu ümumi şəkildə demişdik. Sadəcə olaraq məsələ həllində görürük ki, uşaqlar onları ayırt edilmir. Nə vaxt, niyə bu düsturlar bu hallara düşür? Bax, burada qeyd eləmişəm. Paralleloqramda diagonallar müxtəlifdir, düzdür? Bu tərəfi siləcəm. Burada bir paralleloqram çəkək. Paralleloqramın diagonalları müxtəlifdir. Tərəfləri də müxtəlifdir. Elə düz deyirəm uşaqlar. O zaman yəni bu düstur ki burada yazmışdım. İndi bunu sildim. Bu bizə sonradan mane olmasın. Bunu yuxarıdan yazalım. D kvadratı D1'in kvadratı üstə gəlsin. D2'nin kvadratı bərabərdir 2. A üstə gəlsin. A kvadratı üstə gəlsin. B kvadratı. Düzdür? Paralleloqram üçün bu düstur olduğu kimi qalacaq. Paralleloqramdırsa bura A'dır, bura B'dir. Bu diagonallar, bax, iti bucaq təpələrini birləşdirən daha doğrusu uzun diagonal olur. Buna D1 deyirəm. Digəri də D2 qısa diagonal olur. Bunlar bir-birindən fərqlidir. Eyni zamanda tərəflər də bir-birindən fərqlidir. Düz deyirəm? Bəs o zaman bu düstura heç bir dəyişiklik eləməyəcək də. Belə də qalacaq. Doğru? İndi keçdik digərinə. Yəni paralleloqram üçün qonşu tərəfləri müxtəlifdir. Diagonalları bir-birinə bərabər deyil. O zaman bu düstur belə də qalacaq. Keçdik düzbucaqlı üçün. Səbəb nədir? Düzbucaqlı bir çəkək burada. Bir də düzbucaqlı nədir? Düzbucaqlının paralleloqramdan fərqi nədir ki? Kim deyər? Ne görək? Bəli, bucaqları 90 dərəcədir. Sanki bucaqları 90 dərəcə olan paralleloqramdır. Belə deyil. Bura A, bura A, bura B, burada B. Amma düzbucaqlının özünün paralleloqramdan fərqli olan xüsusiyyəti nədir? Xüsusi hal olaraq diagonalları bərabərdir. Elə deyil. Bu da D'dir, bu da D'dir. O zaman sen burada D'nin kvadratı üstə gəlsin, burada gedirəm şəfa. 2 dənə D'nin kvadratı, yəni 2D kvadratı. Niyə? Çünki D kvadratı üstə gəlsin, D kvadratı olur da. D kvadratı üstə gəlsin, D kvadratı. Bərabər olur, 2 vurulsun, A üstə gəlsin, B. İkiləri ixtisar elədik. Yəni, düzbucaqlıda diagonal tərəf münasibəti bu qədər sadələşir. Bax, belə olur. Onu biz başqa cürdə deyə bilərik. Əslində, burada bu düzbucaqlının fikir verin. Bu diagonalını çəkirəm. Bura B deyirəm, olduğu kimi yazıram. Bura A və buranı silirəm. Yerdə qalan nədir? Nuray, düzbucaqlı üçbucaqlıdır, yoxsa yox? Sualı sadə verək. Düzbucaqlı üçbucaqlı. Bura D'dir. Düzdür? O zaman hansı teoremə əsasən? D eşit olar, D çəkinməyin. Pifagor teoremi, bəli. A kvadratı üstə gəlsin, B kvadratı bərabərdir D kvadratı olacaq, düzdür? Anlaya bildik? Hə, S'nin kvadratı düz deyilsə, sadəcə burada S'nin yerinə D yazmışıq da. Hipotenüz əvəzinə D iştirak edir. Burada da bildik, burada da diagonallar bərabərdir, amma qonşu tərəflər müxtəlifdir. Ona görə düsturun bu hissəsində dəyişiklik olmadı. Sadəcə 2'nin getmə səbəbi 2D kvadratının yaranmasıdır. Burada Pifagora görə yazdım. Burada da, bax, burada da həmin bu düstura görə ispat eləmişik. Romdakı tərəflərə baxın. Tərəflər bərabərdir. Bərabərdir. Bax, fikir verin. Diagonallar bərabərdir Romda. Diagonallar fərqlidir. Gəlin də Rom çəkək. Romda da diagonallar niyə fərqlənir? Çünki iki bucaq təpələri arasındakı məsafə biraz uzaqdır. Düzdür? Düz bucaq, kör bucaq təpələri arasındakı məsafə yaxındır, elə deyil. Və rombun diagonalları bir-birinə perpendikulardır, onu da vurğulayaq. Romb haqqında danışarkən.
Bunu da yada salaq. Məsələ həllində bunlar da istifadə olunurdu. Bayaq gördünüz 60-ı 2 yerə böldük, 120-ni 2 yerə böldük. Yaxşı, romda tərəflərin bərabərliyi bizə elə bir a kvadratı üstə gəlsin, a kvadratı vurulsun 2 deyil. 2a kvadratı vurulsun 2, 4a kvadratını verdi. Amma diagonallar fərqidir. D1'in kvadratı üstə gəlsin, D2'nin kvadratı oldu. Bərabərdir buna. Düsturumuz buradadır. Səbəbini yazmışıq. Rombun tərəfləri bir-birinə bərabər, amma diagonalları müxtəlifdir. Ona düstur bu halda qalır. Və kvadrata baxırıq uşaqlar. Kvadratda nə görürsünüz? Düstur 2D kvadratı bərabərdir 4A kvadratı. Kvadratın çünki həm tərəfləri, burada bir kvadrat çəkirəm. Çəkdik. Bunun həm diagonalları bərabərdir, həm də tərəfləri. O zaman D kvadratı üstə gəlsin, D kvadratı olur 2D kvadratı. Bu da 2 vurulsun A kvadratı üstə gəlsin A kvadratı. Və hər tərəfini 2'ye böləndən sonra artıq burada nə yarandı? D kvadratı bərabərdir 2A kvadratı. Və yaxud burada da səbəbini yazmışam. Bəzən D bərabərdir kök altında 2A da deyirik. A. Bu həm düzbucaqlı üçbucaqdan göstərmişdik. 45-45-90 üçbucağından. Həm də burada da düsturdan alınır. Görürsünüz. Belə, bu qədər. Onu dayandırmalıyıq.